Salam əziz dostlar. 28 sentyabr mənim çox sevdiyim, ümumiyyətlə teatr aləmində çox böyük bir işlər görmüş. Lenkom Teatrının baş rejissoru mərhum Mark Zaxarovun anım günüdür. Mark Zaxarov təkcə teatr aləminə gözəl bir tamaşalar bəxş edib. Onun ən böyük uğuru idi. Lenkoma çox gözəl bir heyət yığmışdı. Məsəl üçün mən baxıram, Tatyana Peltserdən tutmuş, Oleg Yankovski, Yevgeniy Leonov, Aleksandr Abdulov, deməli, Aleksandr Zbruyev, daha sonra İnna Çurikova, Nikolay Karachensov, deməli, İrina Şevçuk və s. və s. Çox böyük, gözəl bir heyət yığmışdı və onların hər birini, eyni zamanda qızı Zaxarova, Aleksandra Zaxarova və bu heyətlə demək olar ki, o Lenkomda ard-ardına böyük bir uğurlar əldə elədi. Həqiqətən də və artıq Lenkom teatrı dünyada qastrol səfərlərində idi. Yunono və Avos tamaşası Amerikada da hətta böyük bir şöhrət qazanmışdı. Bilirsiniz, Mark Zaxarov deməli, öz sahəsini çox yaxşı bilən bir mütəxəssis idi. O, bütün ömrünü teatra bağlamışdı. Amma eyni zamanda Mark Zaxarov çox gözəl bədii filmlər çəkib. Yəni, ona teatral rejissor desələr də, onun cəmi 7-8 filmi var və hər bir şedevrdir. Birinci 12 stul, Anatoliy Papalov, Andrey Mironov cütlüyünü deməli, Qayday birinci 12 stula təyin etməmişdi. Onları kastingdən keçməmişdilər. Amma həmən adamları götürüb öz filminə Zaxarov çəkdi və 12 stul oldu. Parlaq, şedevr bir film. Şəxsən mən Mironovu həmən o filmdən çox sevmişəm. Və 12 stul özü bir klassikadır və oradakı bütün aktyor heyətini gözəl seçmişdi. Zərgər dəqiqliyindən seçmişdi. Amma mən Zaxarovun çox sevdiyim digər filmi var. Sevginin formulu və həmin o Münhausen filmləri. Bax, bu filmlər də mənim çox sevdiyim filmlərdir. Mən düşünürəm ki, böyüklərim Zaxarovu mütləq xatırlamalıydım. Çünki onun teatr dünyasında, bizim həyatımızdakı teatral dünyaya bəxş etdiyi çox gözəl film və tamaşalar var. Ruhu şad olsun Mark Zaxarovun.